Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, bugünkü mövzu Kur'an'da keçen 6 cennet adı olacak. 1. Firdevs, en yüksek məqam. Kəhf suresi 107. aya. İman gətirib yaxşı işlər görənlərə gəldikdə onlar üçün məskən olaraq Firdevs cənnətləri vardır. 2. Ədn, İqamətgah yurdu, əbədi qalınacaq yer. Məryəm surəsi 61. aya. Görmədikləri halda Rəhmanın öz bəndəsinə vəd etdiyi ədn cənnətlərinə girəcəklər. Həqiqətən onun vədi gerçəkləşəcəkdir. 3. Nəim, nemət və hüzur yurdu. Loğman surəsi 8. aya. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır. 4. Nəva, sığınılacaq yer. Səcdə surəsi 19. aya. İman gətirib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları məva cənnətləri vardır. 5. Darus Salam, əminamanlıq və salamatlıq yurdu. Yunus surəsi 25. aya. Allah bəndələrini əminamanlıq yurduna, cənnətə çağırır və dilədiyini doğru yola yönəldir. 6. Cənnətul Xuld, əbədilik cənnəti. Furqan surəsi 15. aya. De, bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir.